Gələk. Görünmür. Arzu. Görünmür Arzu. Sen Arzu değil. dedim nömrəni yaz bir vermedi. Kim? Hacıyeva. Benim nömrə yaz bir vermedi. Ona göre danışma. Hacıyev'i ben tanımıyorum. Değil mi? Sen bayaqdan təranədir. Bir Hacıyeva Bu tanı. Hacıyev yok, Güliyeva. Güliyeva, ha. Hacıyev, dizime de dilim. Tuttuğuma verdi, götüreyim. Var mı Ərdəli? Arzu 15 geldim. Serhan 555. Arzu Dene'deki Serhan salam deyir. Sağ ol ay Serxan. Serhan kimdi? Ay Serxan, yaman ağrıyır. Mən açamıram mən bu. Serhan kimdi 555? Mən dəstəkçiyim, həqiqətən. Ha. O da sağ salam söyler Serhan. Ürək bulanma verir mən. Gün yiyeyim gün. Ne bileyim. Aram ağrıyor, deyir, aras ağrıyor. Deyir, halsızam, ürək bulanmam var. Eli uçurdu işidinden pis oldum da, yoksa göğe alıp getireceğim. Doğru. Doğru pişireceğim birisi. Salat garip yer. Toş şey istemiyor. Soyuq olur, o soyuq olur. Özüne baxmıram. Zəhmət olmasa ekranı beğenin dostlar. Yok, soyuq dəyibdi. Ona bank olmaz axı. Yodum bilmirəm. Yodum olmalıdır. Gerek kürəyinə kritika çəkəm yoddan. Ha, deyəm ki, suyu içsin. Nəyin suyunu içsin? Yine suyunu içsin. Nəyin suyunu içsin ay Serkan? Kanadin suyu, ay yoxu xəstələnər. Ay yox, ay yox. Ha, desin meningit olsun ha. Salam sona qalar. Yaxşıyam ay Suzu, sən necəsən Suzu? Sən necəsən ürək? Bakıdan müəllim və məktəbli oğlunun həyatına son qoyan faciə. Sudan gaz bir ailənin ocağını necə söndürdü? Ağdaşda Qəhnə Xəlil kəndində Gündüz Mustafayev evin yaxınlığında Siz də yaxşı olasınız Suzu. O yasız şirketli kişi. Nerede sağlam Türkiye. Sakin insan ol, makinesi işi olan bir insan ol. Bakıda bir müəllim və məktəbdə oğlu evlərində həyatını ailənin digər üzvü ağır vəziyyətdə xəstəxanaya çatdırılır. Hadisənin təfərrüatlarını Nurlan Rafqoğlu gəldi.
Bakır'ın Nəsimi rayonu 20 yanvar küçəsi bina 39 mənzil 103 ünvanda baş verən faciə Abiyevlər ailəsini sarsıdı. Gözəl həyat, yaxşıyam, sağ siz necəsiniz? Abiyev və onun 13 yaşlı oğlu axşamdan evə sızan qazdan zəhərlənərək həyatlarını itiriblər. Qonşuların verdiyi xəbərə görə Abiyevlər ailəsinin Yanımda. İskenderova yanımda. Qonşular deyir ki, ölən 53 yaşlı Əbilfəz Abiyev Avropa Azərbaycan məktəbində müəllim kimi fəaliyyət göstərir. Az yaşlı isə 7-ci sinif şagirdi olub. Ben çok az bilirəm, çünkü görmə qabiliyyətim zəifdir, təcrübəm də var idi. Sadəcə səslər eşitdim. Onların 3 oğlu var idi, balaca oğlu vəfat edib, ata da vəfat edib. Ortancıl oğlu isə komadadır, sağ olub olmadığını bilmirəm. Ataları kompüterlərini işləyirdi, çox yaxşı ailə oldular. Uşaqların hamısı yaxşı uşaqlar idi, balaca oğlan çox yaxşı idi. Kız dedi ki, annemin fazla sərədi. Ne yapı olmaz, ne hava aynada konuşar. Şimdi değeri de bilgi geldi. Neyse havada yağıştan sonra yaşadık. Pis qəlbə bilgi geldi ve boğuzu. Bu muhabberine mesle adamı anlayabilir. Sonra bir aradan yağış saat geçmeli yok. Tenha salam salam ay Tenha. Haydi yaşayalım. 2 oğlu, 2 oğlu. Yaxşıyam, sağ ol ay Tenha, sen necəsin? Anası da bu cihazı da bağlıydı. Görsən pis müzika. Bunlar dediğine göre, kontrol dediğine göre geceden asılaşı ve sahillerde besinler ve Ramana'da sızmadılar. Armut var, şikayet olur. Hadisə zamanı evin yataq otağında olan 21 yaşlı Nurlan Abiyev də zəhərləndiyindən o xəstəxanaya yerləşdirilib. Təbibdən bildirildi. Şöyle akşamı xeyir ay şöyle. Mərkəzin toksikologiya şöbəsinə bu şikayətçi olub. Ona qəm qazının toksiki təsir diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilir. Hazırda müalicəsi toksikologiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir. Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır. Yorum boyda. Səmədəbat Bəli, yaxşıları oxuyuram, pisləri oxumuram. Ne olur? Ucazasa magistralda yük avtomobili açıb, üzü Bakı istiqamətində hərəkətli olan makaron dolu avtomobildən dağılan makaron yararsız hala düşür. Makaron da şiləmişim. Bakıda isə maşın sürən zaman telefondan istifadə edən sürücüləri səbəb olduqları cəzaları yığışdırır. Nəqliyyatın telefon idarəçinin mərkəzi bir daha xəbərdarlıq edərək belə telefon istifadəsinin ağır nəticələr doğura biləcək. Görsən ki, bu maşın sürə telefon olmadı. Hə. Xata törədi telefon. Yazanların Üzeyir qoy yazsın. Saniyəlik diqqətsizlik qəza ilə nəticələnə bilər. Sükan arxasında telefona baxan sürücü həm özünü, həm də digərlərini Düz yer. Mütəxəssislər xəbərdarlıq edir ki, qəzaların əsas mahiyyəti məhz diqqətsizliklə qaynaqlanır. Səbəb ola bilər, başqasına səbəb ola bilər. Nəyəsə, onun istifalənin düzündə. Dağınıq ola bilər, hadisə söylədir. Qəza şərait ola bilər, insan vurula bilər, insan ölümünə nəticələnə bilər. Elə təhlükələr var ki, ondan vazifdə tanışmalar məmnundur. Biz müşahidə ediyorlar, Düzdür, eləsi var, maşın sürür, telefonla danışır. Bu cür hallara yol veren sürücüləri isə cərimə gözləyir.
Hı. Eyni zamanda həyata keçirən inzibat tədbirlərinə baxmayaraq, bu gün yenə də bəzi keçirən hərəkət olarkən müvafiq etmələr istifadə edir. İkincisi de Allah devamlı tedbirde hem itibariyle Azərbaycan Respublikası Bakanlığı Nazirləri bəzi nəqliyyat vasitələrində hansı ki, onların avtomobil tərcümək üçün müəyyən motorlar da quraşdırılır ki, bundan istifadə edərkən də təbii ki, hər hansı bir məsuliyyət yaratmır, amma mütləq şəkildə sürücülər diqqətli olmalıdırlar. Hə, Çingiz, hə. Sizden de oldu Çingiz. Çingiz'i ya, sizden işleyen. Bir son, yazık ki son işten çıktım. Hə. Çingiz sizden de oldu. Vahime yaradan ərazidə tikintiyə necə icazə verilir? Sıradan bir kadar olacak. Sırada AB'lerin tartışılmadan diğer bir yere götürülmesi kararlarında bu ramanın vakit planının değişik bir şekilde bu bayram parlamentin medeniyet konserti Üzeriniysen baratı. Kim öyle? Yazın aparat hardadır. Uzanım sana evet. Uzanım. Hep söz yazırlar. Salam söyleyin sağ olsun. Yarım nesil Kayseri ve regionun en stratejik lojistik ülkesi sayılan Selsen su ambarında yenilenmeye Böyle neyse ki? Ben onlara bakıram cücelere. Evet, sesleniyorum. Tarixin yaddaşı həm də qrup yaradanların izini saxlayır. Təqvimlər 1976-cı ili göstərəndə Yazım çöldə oturup. Sərsəri su anbarının açılışı muhteşəm layihənin arxasında bu yöndə müjdələri iradəsində. Bu tapşırığı realizasyon iştirakı ilə nərsəyə gələn bu məhəl komitə o dövrlər Az yerini kar yat. Gelin koy şeyim. Akşamı xeyrinizə siz akşam çok istedim benim. Hə, çok istedim. Ay sonra xala. Siz oraya tamam sınırda. Aşağını yandırmamışım. Yandırdım. İş bağlayacak. Ay sonra xala. Yıxıl yat. Örtüm qapını. Örtürəm qapını. Aynen örtüyüm. Ha? İş bağlanacak. Yani yazıklar diye her şey yazık ki. Çingiz. Aa Çingiz sizden de çıkan oldu. Salam Ayterli, salam.
Deyirlər qurum bağlanır. Məryəm, nə qurumu? Aynen örtülmez o. Koy örtüm üşürsün. Bu nedir bak, bu nedir? Yorgan şey demektir. Ha? Şurada oluyor mu? Buna göre. Yani iş, Meryem ne işi? İş süpürgecilik. Ha, Meryem xəstəxana işçilərin. Ha, yazıbdı ki 84 icraiyat çox işçi çıxartdılar. Ha, görsən hamı çıxardılar. Səni 10 milyonun içində. Ay, yaxşı elədi. O bilər, mən bilərəm. Millət qalıb yaman gündə. Hə, Məryəm. Salam gözəl bacım. Salam, salam. Mən də icrada işləyirəm. Salam qırmızı ürək, salam. Məryəm, Bakıda olursa, Məryəm. Çingiz, hələ ki yox. Keçən dəfə 4 nəfər çıxdı. Hə, bizdən də elətdin, hə? Əskər qardaş, salam. Hə. Hansı kişi? Sən yaxşıyam, siz necəsiz? Yaman ağrıyır. Çox sağ ol, ay Elşən. Nə bilim, qızdırması var. Çox sağ ol, Manurluya.
Hə, Məryəm, çoxu yalandan deyir. Çox sağ ol, ay Məryəm, çox sağ ol. Yaxşıyam, sağ ol, sən necəsən? Necəsiz? Yaxşıyam, sağ ol. Nazlı yaman xəstədir, yatıbdır.